Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. May ayın 10-da Ordubat rayonunun Dırnız kəndindən görüntülərimiz. Səyahət üçün gəlməmişəm. Tələbə yoldaşımın atası rəhmətə gedib. Vaqif əmi, Allah rəhmət eləsin. Xeyir şərifi qabaqdadır. Maşını biraz yuxarı sürdüm, kölgə yerdə saxladım. Xeyir şərifinə gedirəm. Mümkün olsa yenə də Dırnızdan aşağı şəhərlərdən video çəkərəm. Bura gəlmək üçün dəstə yol ayrıcından ayrıldım. Xanağa kəndi, Dizə, Ağrı, Vələver, Qoruqlar, Anaqut, Dırnıza gəlib satdım. Bu kətdən yuxarı Onusdur. Çələkiyə yol ayrılır, Fəzməlidir. Kətlər bu qədər. Burada su şırıltısı səsi gəlir. Suyu çox olmasa da dəri oxşayır deyəsən. Ancaq üstündən körpü də var. Yəqin ki, yağış çox yağanda, leysan olanda seleş bu məzuriyə sığmaz. Bu təbiət hər yerdə gözəldir. Hər tərəf yamyaşıl. Yol boyu gəldikcə baxıram, yol kənarında bitən otlardır. Eyni ilə biz tərəfdə, yəni TV kəndində olan otlardır. Fərqli bir şey görmürəm. Yataqda da şıppırdır, su otudur, banaqrandır, yəni zincir otu, zirkan yarpız. Çox gözəl bir yerdədir kənd. Bu qolisdə bütün kətlər gözəldir, bir-birinə də yaxın. 15-16 kilometr məsafə qət eləmişəm dəstə yol ayrıcından. Yaxındır, hər yerdə asfalt. Asfalt da yeni çəkilib, 3-4 ildir. Möhkəm asfaltdır. Daha bizim TV kəndinin asfaltına bənzəmir. Əsl asfalta oxşayan, ona yaxın bir şeydir. Dağların qoyunda zirvədə bir bayraq dalğalanır. Şürəkli bayrağımız. TV kəndində də Sarıyalda bir bayraq dalğalanır. Şəhid Rufiz Budaqovun xatirəsi üçün atası ona verilən bayrağı ora sancıb kənd cəmaatının dəstəyini. Ola bilsin ki, zirvə də Dırnız kəndində şəhid olanların birinin zirvəsidir. Hər yerdə həyətlərə çay üstündən körpü var. Müasir kətdir. Bazadan, təmizlikdən, evlərin quruluşundan hiss olunur ki, mədənidir insanlar. Ordubat rayonunda, Naxçıvan hər yerində insanlar mədənidir. Çayın suyu o qədər deyil. Biri çayının suyu qədər var. Nə çay deyək buna? Mənət çayı kimi demək olar. Mənət kəndinin adını demədim. Xanağa, Ağrı, Dizədən yuxarı, ən böyük şəhətli yaddan çıxıb. Suyun rəngi durudur. Ancaq çay yatağındakı daşlar nə vaxtsa lillənib ya daşların rəngi elədi. Biraz tutqun görsənir. Lillənmiş kimidir. Körpü də möhtəşəmdir. Üstündən ən böyük maşın belə rahatçılığına keçə bilər. Digər körpü də aşağıda, ancaq o piyada üçün nəzərdə olub. Ondan aşağıda yenə bir asma körpü var. Əldə cətmə taxtalardan düzəldilir. Ondan aşağıda birini də görürəm. Deməli, çayın o tayındakı həyətlərə çayın üstündən körpü ilə keçmək olur. Bəlkə planla eləyib çayın otayından bir yol çəkilsəydi bu körpülərə ehtiyac qalmazdı. Uzunluğunda bir körpüdür. Hardasa 10-12 metr olan.
Onuz kəndinə getmək üçün kəndin çıxacağında dönüş sol tərəfə, bəlkə də üstə yamaçda görünən o yol Onuz kəndinə gedir. Bu istiqamətdədir Onuz. Tələki Pəzməri. Bu yol ara yoldur. Əsas yox. Gaz trubalarından o tərəfdədir. Bu asfalt bundan keyfiyyətlidir. Xeyir şəridi yaxındadır. 50 metr məsafədədir. Şirkətlərin hamısında demək olar ki, birdən artıq xeyir şəridi var. Qırmız kəndinin cəmiyyəti var. Bakı şəhərində kəndə də dəstək olurlar. Bənət, dəstək, Qırmız, Onuz. Əgər bir rəhmətə gedən varsa, heç nə fikirləşmir. Dəfn olunması da təmin olunur. İnsan üçün pişməkdə cəmiyyət tərəfindən verilir. Sağ olun, hörmətli izləyicilər. Hələ bu videodan kifayətlənək. Dərs yerinə girim, sonra imkan olsa yenə də növbəti videolar çəkib sizlərlə paylaşarıq. Salamat. Hörmətli izləyicilər, Ordubad rayonunun Qırmız kəndindən görüntülərimiz davam edir. Bundan əvvəlki videoda qeyd eləmişdim ki, Vaqif da rəhmətə gedib, Allah rəhmət eləsin. Onun hüzur yerinə gəlmişdi. Xeyir şərifində rəhmət verdi. Qırmız kəndi ilə üzü yuxarı gedirəm dağlara tərəf. Qırmız kəndindən tanıdıqlarım var. Zöhrabı tanıdım, görüşdük. Hafizdir, müğənni, bizim toyların bəzəyi. 2 toyumuzu da o aparıb. Vüqar Şahinə salamlar olsun, Qırmız kəndindən, doğma kəndindən, qardaşı Əhəd Həkimə. Kanal genişdir. İçi 3,5 metr, 4 metr olar. O tərəfinə iri çaydaşları düzüb presləyiblər yamaza ki, sel gələndə yamazı yumasın. Kanalın dibində lil söküb ot bitir. Bilmirəm, bəlkə də betonu var, yoxsa elə torpaqdır. Səviz ağaçları TV kəndlərə nisbətən daha böyük yarpaq çıxardıblar. Yarpaqları iridir. Bizim göy canavar da gəlib durub sərində. İki gün bundan əvvəl pompası dağılıb göy canavarın. Biz də termostat axtarırıq. Xeyli çalışdıq. Bizi yolda qoymadı. Gəlib çıxıb Qırmız kəndinə. Yol çox hamardır. Ancaq maşında bir silkələnmə vardı. Ola bilsin ki, təkərlərin balansı düzdür. Yol kənarında cəviz ağaçların bəziləri boğazlanıb, yəni kəsilib ki, yenidən pöhrələsin. Hava da sərindir, dağ kəndidir. Bəlkə TV-dən bir-iki dərəcə isti olur, ancaq sərin var. Soyuqdur deyə bilər. Yolluq qarğaların nə işəri? Yuva qurublar orada. Bir dənəsi hücum çəkir yuvasına. Ona pipik ağaçlarına oxşayır. Bu biri qarğalar da yuvaları müdafiə edirlər. Mən ağacın üstündə qurub yuvasını.
Qarşıdakı həyətdə yasəmənlər çiçək açıb. Yasəmənlər açanda, bülbül gülə qonanda, oxuyanda nəğməsini xatırlayarsan məni. Birinci videoda kanal üzərindəki körpünü çəkdim. Bu da körpülərdən biri. Sayı çox bir körpü. Hər 50 metrdən, hər həyətə bir körpü keçir. Kanalın otayında hasarda bir kəsilmiş ağac kötüyü var. Ola bilsin ki, cəviz ağacı olur. Yolun o tərəfində də bir cəviz ağacı tam ürkündə, ikincisi ortada, üçüncüdə o biri ürkünü saxlayıb. Həyət darıska olub, ağacı kəsməyə də heyifləri gəlib. Həm hasar rolunu oynuyor, həm də ki, cəviz. Kənd deyil, şəhər kimidir, bütün küçəklər asfalt, hündür hasarlar var, hər tərəf yamyaşıl, tərtəmiz. Körpülərdən biri də budur, üstündən maşın keçə bilər. Maşın körpünü keçib buraya qədər gələ bilir, daha o tərəfə gedə bilmir. Bir dənə də nəhəng cəviz ağacını burada kəsib boğazlayıblar. Yandan pöhləliyib. İnanmıram ki, nə vaxtsa bu yenə cəviz ola, cəvizlərə qoşulur. Yoğunluqda ağacı çoxalsaqdan boğazlayıblar. Biraz hündürdən kəssəydilər, pöhləmək ehtimalı var. Nəhəng cəviz ağaçları çoxdur. Onun başa düşəcəyi tərzdə desəm, qoz ağaçları. Naxçıvanda hər kəs cəviz yeri, Türkiyə ərazisində də qoz sözü hardan yaranıb, onun etimologiyasını bilmirəm. Qocaman cəviz ağaçları çoxdur, qədim Kəftədarınız kəndi. Bir körpü də burada, ancaq körpünü keçib maşın dayanır. Hasarları elə çəkiblər ki, imkan yoxdur maşınların ara yolla hərəkət eləməsini. Plansız olub, yəqin həyət salınıb, hasar çəkilib, sonra yada düşüb ki, nə vaxtsa maşın olacaq, yol da lazımdır. 1-2, bir dənə cəvizin kötüyü qalıb orada. 3, 4, 5 dənə nəhəng qocaman cəviz ağacı burada. Getdiyim istiqamətdə yolun sağında da hündür hasar var. Hasardan boylanan fındıq kolları, heyva burada da çiçəkdir. Ordubad rayonunun TV kəndindən gəlmişəm. Oradan biraz aran olar bu kənd. TV'də də ağaçlar, heyva ağaçları yeni çiçəkliyib. Bu körpüdən keçən maşının şansı var imiş. Darvaza, maşın darvazadan içəri də girə bilər. Hələ ki yolla gedirəm. Nəsirvaz deyəcəkdim, o qədər Nəsirvaz demişəm. Dırnız kəndinin ara küçələrinə girməmişəm. Qədim bir tikili varmış burada. Pəncərələri qalır yerində. Yerin taxtası digəri orada. Üçüncü ola bilsin ki, emalatxana ya da ki, yararları qaradı, təndir əsər olur. Yol kənarı deyənə hasarlar hündür. İnsanlar rahat yaşasınlar deyə hasarı hündür edirlər ki, yoldan gedib gələnə görünməsinlər. Kanalın bu hissəsində su azdır.
bir tərəfdən biraz gedir. Deməli, başqa qollardan da su qoşulur bu kanala. Samur Dəvəsi kanalı, Dırnız kanalı. Müasirliklə klassiklik bir yerdədir. Qədimilik. Həmin ki, qarşımda bir ev olub, bir ikinci uçu, ondan aşağıda biri var. Bir dənəsi o tərəfdə ola bilsin ki, yaşayış yoxdur. Bir dənə qəsr laf təpənin başında. Çox güman ki, belə olmayıb. Yolu çəkəndə yağan qazılıb, ev qalıb təpənin başında. Rəhli divar yəqin ki, ev olub. Bu bir deyini ilə 3 dənə evin arasının bir divarı olub. Dırnız kəndində də o qədər geniş həyətlər yoxdur. Qarışqallıqdır zaman, nailləşdilikdən az ərazidə ev tikib. Evin qarşısında da bir balaca həyət. Ola bilsin ki, geniş həyət olanlar da var. Mən gördüklərim haqqında fikir edirəm. Gediş-gəliş çoxdur, yol biraz təhlükəli oldu. Kanalın sonuna gəldik, çatdıq. 2 dənə su ötürücüsündən su gəlib qoşulur bu kanala. Qarşıda bir yolun üstündə bir körpü var, bir həyətdən o birinə atlamaq üçün. Qəsri şirin. Kəndi meydanı bu yaxınlarda olmalıdır. Körpüdən o tərəfə, sol tərəfə yol çönür, Onuz kəndinə bir neçə dəfə getmişəm ora. Su Qovşan mini marketidir. Söyüd var kölgəsində istirahət eləmək olar. Sağlam bir çinər ağacı, Söyüd də ona sığınıb. Söyüd ondan yaşlı, böyük olar. Yersiz gəldi, yerli qaçdı, bu Söyüdü qurdacaq. Yolun o bir tərəfində su axmağa imkan yoxdur. Sağ tərəfdə kanal var. Kələki Onuz Pəzməri. Onuzla Kələki bir-birinə çox yaxındır. Sola çönür Kələkiyə. 100 metr, 200 metr gedir Onuz. Pəzməriyə getməmişəm. Məşhur Pəzməri şəlaləsini yəqin ki, internetdən izləyənlər olub. Yol çönür, çox evi yoxdur bu Zanıq tərəfə. 5-6 dənə olaya olmaya boş ərazilərlə Onuz kəndinə gedir. Mən yenə bu bir tərəfə Ağadanlıq olan yerə gedim. Başqa bir market də var burada. Bu yol ara yol sayılır. Ona görə asfaltı biraz zəifdir. Ancaq yenə keyfiyyətlidir. Son dəfə Kələki məktəbi desin, tikili istifadəyə verildi. Onun açılışına qədər yol təmir olundu. Keçmiş Ali Sovetin sədri açılışa gəldi. O tikinti, son tikinti oldu Naxçıvanda. Amma bu tərəfə tikinti yoxdur. Bir dənə daha yol qaldı bizim tərəf. Biləf kəndinə gedən yoldan TV1 Sələhi Xurus Nürcüt Nəsərvaz. Muxtar Respublikada ən uzqar dağ şəhətlərinin asfaltı belədir. Biz Qarvanın ögey balasıyıq.
Deyirlər nəzərdə tutublar. Hansı şairin şeiri idi, bəlkə də qaytardılar. Bəlkə də çəkdilər. Yolun solunda daş divar. Palçıqla hörülüb ya beton var, xoş gəri də ola bilər. Betonsuz, palçıqsız, ancaq daşla hörülən divarlara xoş gəri divar deyilir. Xoş gəri çayı da var Copa rayon arasında. Ərazisində bəlkə adını oradan alıb. Orada divarları elə örülmüşdür. Saat 12. Baş almışam, yüz yuxarı gedirəm. Tanımadığıma görə bilmirəm. Kəndin ortasıdır, kənardır, yoxsa bu yol məni hara aparıb satacaq. Təndirlərdən biri. Sexlərdə çörək pişirilməmişdən əvvəl deyirlər ki, təndirlərin hamısını bağlayacaqlar. Cəmaət də qorxurdu axı, necə olacaq bağlayacaqlar, bəs hardan çörək alacaq? Deməli, belə bağlayacaqmışlar da. Çörək sex açırlar, hamı rahatçılıq üçün qaçır ora. Təndirlərin qapısı öz-özünə bağlanır. Qarşı həyətdə yemişam nə idi? Bir türlü düzləyə bilmirəm. Yasəmən kolu var. Bir dənəsi bu tərəfdə. May ayının 15-dən sonra bizim kətdə çox açırdı Yasəmən. Pioner vədi qəbul edirdik mayın 19-u. Onda şagird yoldaşlarımız bizə Yasəmən çiçəkləri gətirmişdilər. Oradan bilirəm, heç yadımdan çıxmır. Bu istiqamətdə şəhət çox da uzanmır. Qarşıda yamaç da görsəniz, təpə var. Bəlkə də kəndin 20-30 belə ara yol var. Çox da balaca şəhət deyil. Ancaq həyətlər çox balacadır. Balaca həyətlərdə böyük ürəkli insanlar yaşayır. Birinci videoda dedim, bizim otlarına ne idi? Tülkü quyruğudur, dəlxumudur, arxa zotudur. Bizdə olmayan fərqli bir çiçək ot görmürəm. Daha üzü yuxarı getmirəm, geri qaydıram. Bu qədər bəs eləyər bir videoda məlumatlar. Mənim özüm üçün elə yeni məlumatlardır bunlar, yeni görüntülərdir. Böyük şəhərləri gəzməkdənsə belə kətlərdə gəzib videolar çəkmək daha maraqlıdır. Sağ olun, növbəti videolarda görüşək. Dırnaq kəndindən videolarımız davam eləyir. Bundan əvvəlki videonu sonlandırıb yükləmək üçün buraxmışdım yolun kənarında. Çox şaxəli çinar ağacını gördüm, onu çəkmədən getmək istəmədim. Yaşlı çinar ağacıdır. 200 il yaşı olar, mən yaşını belə təxmin edirəm. Ancaq sınıqdır ya, kəsib nədirsə çox şaxələr ayrılıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 dənəsini mən saydım. 2 qanat yoğundur. Sağsa ola bilirlər. Nazik özdə şümşat, şupşuma. Yaşlı hissəsinin qabığı daha kələk ötürdü. Yuxarı qanatları şümşatdır, şumal. Ölkən dolanmaz çinarın gövdəsinə. Elə də nazik deyilmiş. 200 yaş azdır məncə bunun üçün. Gövdə çox məhəkdir. Vənək kəndində də iri bir dənəsi olmalıdır. O qədər böyükdür ki, onun kötüyü. Daxilində çayçı varmış. Bir neçə masa yerləşirmiş. O olmuşmuş içi.
Binanın həyətinə də daxil oldum. Çox iriymiş üstü. Həyətdə 6 guşəli bir tarhovuz da var, yoxsa 8, 2, 3, 4, 5, 6, 7, 8 guşəli. Nə vaxtsa bura çayçı olub, istirahət məkanı olub, nədirsə, indi tərk olunub. Kimsə yox. Körpünü görüb üstündən keçməsən olmaz. Yolun tərəfində də qədim tikillər var. Bir mərtəbəli yastı yapalaq çomalar. O çomalada yaşayanlar bizi bu günə gətirib çıxarıb. Əgər müasirliyimiz varsa, bu günləri görmüşüksə, o kişilərin sayəsinədir. Nə zülmlə yaşayıblar, yastı yapalaq, kərpişdən damlar, üstü palçıq, yağış qar yağanda, çöldə yağış qar kəsir. 3 saat sonra hələ evin içində yağış yağır. Ona görə deyirlər, ya ev al, ya çöl ol. Xətti gedirlər, nədirsə, möhkəm şey oldu var, üstü görkəm. Bir dəyirmanı işlədəcək qədər su var. Bu qədər suyla bir kəmri suvarmaq olar. Gəldiyim yoldan qayıtmıram, ara yoldan keçirəm. Soruşdum ki, bu istiqamətdə getsəm, bir qədər gedib sağa dönsəm, Xeyirşər evinin yanına, maşınımızın yanına çıxaram. Geniş həyətlər varmış bu tərəfdə. Yolun kənarı da az qalmış. Əməlli başlı düzəngə həyətdir. Əkin də əkilib, kartof çıxıb görsənirəm. Maşlar iki qanad olub gördüyüm yerdə. Dəniz ağaçları da burada o qədər nəhəng deyil. Səbz ağacın dibinə masalar qoyulub, yəqin ki, bu saatçı fəaliyyət göstərir. Biz yuxarı bir yolla gedir, burada bir meydança var. Dırmış kənd tam orta məktəbinin meydançası olmalıdır. O tərəfdə futbol meydançası, bu tərəfdə voleybol, turnir, voleybol. İndi gedərik, görərik o isti rəhli. Tam örtüyü olan bina nə binasıdır? Səbizlərdə burada da yox deyəsən. Üstündə meyvə görmürəm. Suya axarıb deyəsən buradadır. Xidmət mərkəzi, bayaq gördüyüm su deyəsən gəlib buradan keçir.
Bir turbadan bir qəfəslər qoyublar ki, içi olsun programı. Maşınlarına mümkün olsun. Evet, sayılar çok güzel söylüyor. Gördüğüm meydansa məktəbin değilmiş. Ya məktəbdən niyə uzaq olsun? Kənd mərkəzidir, xidmət mərkəzi. Məktəb buradadır. Bütün məktəblər kimi həyətləri abad, qızılgül kolları budanıb, deyək çəkməz, çəkləyərlər. Cavan bir çinar ağacı, 2 cəviz ağacıdır. Əmirlərin baş ağrıqlar qurumaq üzrədirlər. Həyata tutunmağa çalışırlar, tək-tək yarpaqları var. Onlar da ölüşüyüb. Klasik kənd evlərindən biri. Aynəbənd pəncərəsi. Reşutqalı. Digəri də eyni. Bəzi adamlar pəncərələri plastik pəncərələrlə əvəz edir. Çox evlərdə qalıb. Deyəsən kəndin müasir hissələri bu tərəflərdir. Həm həyətlər genişdir, evlər də bir balaca fərqli. Maşın da həyətə daxil ola bilir, asfalt da mükəmməl. Bu küçədən getməyim, gedib salona dirənərəm. Tanıdım buranı, bayaq cəviz kökləri çəkdiyim yerdir. Bir günə Dırnız kəndini çəkib hər yeri gəzmək mümkün deyil. Yasəmən yedə ətrafı sarıb. Gəlir Yasəməni. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Qısa vaxt ərzində çəkə bildiyim qədər video çəkdiyim, görüntülər göstərdiyim. Əgər videomuza Dırnız kənd sakinləri və yaxud əslən Dırnızda olub digər yerdə yaşayanlar varsa, yorumlarda yazsınlar, məlumat versinlər, hansı ağaçlar haqqında məlumat. Nədir, Çinarın neçə yaşı var, Dırnız kəndinin tarix haqqında da məlumatlar verə bilərlər. Salamat qalın. Baxın, görün, maşın çox istilə deyil. İştillə almışam, iştillər qurumasın. Salamat qalın. Salam, hörmətli izləyicilər. Dırnız kəndindən təşrif xoş gördük sizləri. Bayaqki videoda dedim axı. Müğənnimiz Hafiz müəllimi axtarıram. Tapmışam. Kətdən də bir neçə video çəkmişəm. Salam Hafiz, necəsən? Salam, necəsiz, yaxşısınız? Sizin kətdə xoş gördük səni. Çox sağ olun, təsadüfi də oldu.
Çok güzel. Özümüzle görüşmesek de ürəklərimizə her zaman yakın oldu bizim. Elə indi görüşməyimizdə çox yerinə düşdü. Bizim özümüzdə Naxçıvandan, Ordubaddan, Ordubadın məmləkətimiz Dörnüsdə. Bütün Azərbaycanımızın hər bir güşəsi gözəldir, təbiəti gözəldir. O cümlədən Dörnüsümüz də elə gözəldir. İstəyərəm ki, mən bir Dörnüs haqqında da bir mahnı yazmışdım. Elə bir az da olsa bunu bir zümzümə edərdim. Buyur, daha xoş olar. Canlanıb qoynumda ana təbiyyət, hicrlər məskəni cənnət ordu var. Sənə bu qəlbimdə vardı məhəbbət, hər daşı torpağı zinət ordu var. Canlanıb qoynumda ana təbiyyət, hicrlər məskəni cənnət ordu var. Önümdə ana təbiyyət, hər daşı torpağı zinət ordu var. Ordu var, gözəl ordu var. Azəri torpağın göz ordu var. Dünyanı gəzsəm də, dolansam da mən, vətəni səninlə eyləyəcəm yad. Çox qürbət ellərdə yaşasam da mən, qayıdı bölərəm, səndə ordu var. Dünyanı gəzsəm də, dolansam da mən, Dörnüsü səninlə eyləyəcəm yad. Çox qürbət ellərdə yaşasam da mən, qayıdı bölərəm, səndə ordu var. Sağ ol Hafiz, sən səsi çox qulaq asmışıq. Bizim toylardan əski olmamısan. 2005-ci ildə, 2014-də bizim həyətdə toyda olmuşsan. Bəlkə 200-300 dəfə TV kəndində toyda olmuşsan. Sənin gözəl səsi oldu. Qulaq asar izləyicilərimiz. Bədahətdən oxudun da, orijinal səsdir. Canlı olaraq. Musiqisi sözləri kimindir? Elə musiqi sözləri Tariyə Tahiroğludur. Bakıda yaşayır hər hazırda. Yəni ki, ikimiz bərabərlikdə elə bir yöndən vermişdir. O da Dırmız kəndindəndir. Yox, elə Bakının özündəndir. Azərbaycan hər cür hissəsində hər cür oğullarımız var ya, adresanlar. Sizin kət daha xoşuma gəldi. Dağların qoynunda səfalı bir kətdir. Həm mərkəzə yaxındır, həm abad yolu var. İnsanları da mehriban. Ha, bir dənə də mahnısı var. Yenə bir dənə də mənim qardaşım Roman Cabbarlıya aiddir. O da müğənnidir. O da Moskvada olur. Biz tez-tez Moskvaya, Bakıda səyahətlərimiz olur. O da mənim qardaşımın mahnısıdır. O da Ordubada həsr olub. İcazə versəniz bir dənə də onu zümzümə edər. Buyur. O mahnı. Bu yerin, bu yurdun tarixi vardır. Dört yanım sıldırım, uca dağlardır. Ömrümün həmişə əvvəli yarıdır. Mənim yurdlar yurdum Azərbaycanım. Sən mənim könlümün vuran özüsən. Anamın laylası şirin sözüsən. Eşqim əl oldursa demək közüsən. Ruhum sənə bağlı canım Ordubad. Ruhum sizə bağlı canım Ordubad. Göt yanım gözəldir cənub şərqim. Yüreği yaralı doğma Təbrizim. Daima olmasın aralı fərqin. Mənim odlar yurdum Azərbaycanım. Sən mənim könlümün vuran özüsən. Anamın laylası şirin sözüsən. Eşqim əl oldursa demək közüsən. Ruhum sənə bağlı canım Ordubad. Ruhum sizə bağlı canım Azərbaycan. Eşq olsun Azərbaycan, hər bir ülkəsi. Sağ ol Hafiz. Musiqi deyil, bu çayın səsi də musiqidir. Biz nə edirik musiqini? Fərq etməz. Bizdə təbii, hər şey, insanlar da təbii. Musiqi də, səs də, insanlıqdır, gözəllikdir, hər şey göz qabağındadır. Bu gözəl məkanda, bu saf sudan, isif havasından, urdanın səsi belə olacaq da. Yəqin ki, sizin kətdə musiqisi olmayan yüzlərlə adam var ki, gözəl səsi var. Bəli, düzdür. Hafiz, sağ ol, istədiyin adama salamlar göndərə bilərsən, səni tanıyan, tanımayan kanalımızın abunəçilərinə. Hamıya çoxlu salamlarım olsun. Qürbətdə çox dostlarımız var bizim. Fərq etməz, Azərbaycan xalqımızın hər bir güşəsinə ürək dolu, qucaq dolusu salamlarımızı çatdırır. Elələri var, özləri burada da, ürəkləri burada. Eşq olsun Azərbaycan xalqımıza. Sağ ol. Var olun, sağ olun. Eşq. Hörmətli
izləyicilərim, ay ayın 10-da Ordubad rayonunun Dırnız kəndindən dönüşdə yol boyu video çəkmək istədim. Dırnızdan hələ təzə çıxmışım. Bu deyəsən Dırnız kəndi deyil. Tabelə yazılmışdı ki, Dırnız. Dırnızdan aşağı kənd Amaqut. Rahat yoldur, çoxlu da döngələr var. Ehtiyatlı olaq, qarşıda iri bir yasəmən ağacı var, yasəmən çoxlu deyək. Çox deyələ 1, 2, 3 dənə. Yasəmən deyildi, ona oxşayan çiçəkləri vardı. Akasiya kimi bir şey. Dırnız kəndindən yola çox yaxındır, ana yola, Naxçıvan Ordubad yolunun 5-16 kilometrdir. Özü də yol çox rahatdır. Mənəm yerlərdə belə asfalt yoxdur. Allah şəhidlərə rəhmət eləsin. Quluzadə Nihat, şəhid Quliyev Sərxan, şəhid Məmmədov, şəhid Quliyev Azər, hamısını oxuya bilmədim, şəhid Kapitan Qudar Nəcəfov. Allah rəhmət eləsin. Burada istirahət məkanı var, atı da bağlayıblar, Zöhrəb olmalı bizim tanıdığımız adam. Ya buradaydı, biraz aşağıda da ola bilər. Gözəl bir bağı var, çayın da kənarında. Kənarlarında cəviz ağaclarını kəsib peyvast ediblər. İskənə peyvastı. İstirahət məkanı yolun solunda qaldı. Çadırlar qurulmuşdu. Mangallar tüstülənirdi. Ya 12-ci il idi, o ağzından bu yolu gəlmişdim, onda yol çox bərbət vəziyyətdə. Yeni asfalt çox yaxşıdır. Maksimum 10 dəqiqəlik yoldur, mən indi aşağı sürətlə gedirəm. Çox sürətə ehtiyac da yoxdur, döngələr çoxdur. Səsi də burada bir başqa çıxır. Maşında biraz titrəmə var. Qabaq təkərin balansındandır ya, şara boyda nədirsə üstüyə göstərməyə ehtiyac var. Son zamanlar maşınımız tez-tez xəstələnir. Benzin, nasos, pompa,
dərsten heç oxuya bilmədim aynada. Anaqut olmalıydı onda. Qoruqlar da ola bilər, vələver qoruqlar, anaqut dırnısa çox yaxındır, bitişikdir. Orada gözəl bir məscid də var. 7-8 il bundan əvvəl videosunu da çəkmişəm onun. Deyəsən adı da Allah şükür məscididir. Möhtəşəm bir təpənin üstündə tikilib. Yolumuz belə olsa daha Nive'ye ehtiyac olmaz, daha yüngül bir maşın ala bilərik. Həm ekonom, həm komfortlu. Yanacaq sərfiyyatı az olan. Tığımızdan dəstək yolu ayrımına qədər hər yerdə yenişdir. Xalsöyle getmək olar bu yola. Yarım litre benzin olsun səndə, xod da bıraq. Skoçdan çıxar mentorumuzun belinə əzol çatdır dəstəyə. Ətrafda belədir, qarşı dağda yenə Kəmşi dağıdır. Böyle yağınız çox olur, bilim vaxtında qarı çoxdur. Kenarlarında evlərin hasırların dibində güllər əkilib, tipsəklər düzəldilib betondan, taxtadan. Sinar marketse karşıdan maşın gelir, yol dardı burada. Biri gelir daha o da beni gözləsin. Belki yerləşəcək. Yox, maşınlar bələtdilər bu yollara. Əmnabələdi bizi. Bizim üçün də problem olmadı. Deyəsən Ağrı kəndidir bura, yoxsa Bənətdir. Yuxarı gedəndə tabelalar
qarşısına çıxırdı, oxuyurdum. Vənət kəndidir. Böyük bir məktəbi var. Bundan qarşı-qarşıya musiqi məktəbi var. Tramplini var. Həkim ambulatoriyası, musiqi məktəbinə yan-yanarmış. Yeni restoranlar açılır burada. Nə bilim, su səsidir, dolu nəğməsidir, nədir, bizi də salamlayır. Su səsi ailəvi istirahət mərkəzində aşpaz bizi dəvət edir ki, keçin, yemək yiyik. Şəhid baş leytenant Quluzadə Ülvi Hüseynov. Bir kətdən deyirlər bunlar, ancaq şəhidlərimizə hər yerdə hörmət var. Dəqiqəlik yolda demişdim, 13 dəqiqədə ancaq çox aşağı sürətlə hərəkət edirik. Demişəm 10 dəqiqəyə çatmaq olarsa, saatda 60-dan geçsən mümkündür. Kəndidir. Beş-10 dəfə video çəkmişik buradan, canlı yayımızda olub. Bakıya 5 yola salandıq, gətirib Yasinə təhvil vermişik. Maşını buralarda bir yerdə dayanırdı. Bugün yox idi.
Şəhətdə cəviz ağaçlarının yarpaqları daha irilibdir. Tutlar da tam yarpaqdır. Dırnısılan xanağı arasında 15 günlük fərq var. Fəsil nərdivənində bir o birindən yuxarıdadır. Şəmkir dağı tam qarşıda. Biraz da yaxınlaşdırıram. Şəklini də çəkirəm. Çox kəskin döngələr var burada. Bir də yol dikdir. Qarşıdan gələni sən heç görmüşsün. Çox aşağı sürətlə hərəkət eləmək lazımdır. Yoldan aşağıdakı kənd Dəstə kəndidir. Daha burada video çəkməyə ehtiyac yoxdur. Yola yaxınlaşanda videomuzda sonlandırıram. 15-16 dəqiqəyə Dırnız Dəstəbaşı məsafəsini qət elədim. Dediyim kimi daha tezdə gəlmək olar. Sağ olun. Növbəti videolarda görüşək. Salamat.